Hər kəsə salam. Bugün sizinlə proqramlaşdırma bölməsindən bir sual nəzər yetirəcəyik. Sualımız dövrlər hissəsindəndir. Bizdə proqramın son nəticəsini istəyir. Deməli, dəyərli tələbələr, baxırıq. Sualda görürük ki, n-in ilkin dəyəri var. Bizdən s-in son qiymətini istəyir. Mənim n-imin burada asıllığı var. Burada bir icra olunması var. Mən ilk öncə dövrün gövdəsinin neçə dəfə icra olunduğunu tapım. Bu zaman nə edirəm? Deyirəm, bu dövr haçan bitir? N böyükdür 100 halında bizim dövrümüz yekunlaşır. O zaman mən n-in ilkin qiyməti vurulsun 3 üzərində d böyükdür 100 etsəm, burada dövr 4 dəfə icra olunsaydı 81 olardı. Deməli, dövrümüz bizdə 5 dəfə icra olunub ki, 243 olub və 100-dən böyük qiymətdir. Dövrü yekunlaşıb. Deməli, bizim dövrümüz 5 dəfədən sonra yekunlaşacaq və S-in qiyməti hesab olunacaq. O zaman S son bərabərdirsə S1 plus 30-dir. S-in ilkin qiyməti 0-dır, yazmıram. 30-u da 5-ə vururam, edir 150. Deməli, bizim S-imizin 150 qiyməti sonda çapa getmiş olar.